Saat 8-dir və biz səhərin gözü açılmamış gedirik dənizə və əlbəttə ki yemək götürürük. Yeməksiz getmək olmaz. Amma dünən pirajki pişirdim, kartoflu. Sonra pomidor, xiyar götürdük, toyuq. Burada yumurta, çayla içmək nəsə götürdüm amma bir də çay. Taksi sifariş verdik və bütün ailə ilə yollandıq Mərdəkandakı çimərliyə. Adətən həmişə ora gedirik, çünki digər yerlərdə, məsələn Hövsanda, orada su və sahil həmişə daha təmiz olur. Və götürdüyümüz hər bir yeməyi stolun üstünə qoyduq ki, hərəsi nə istəsə onu götürə bilər. Deyəsiz ki, soruşasınız ki, niyə bu qədər yemək götürdü? Çünki ailəlikcə getmişik, uşaqlar var. Adətən uşaqlarla gedəndə onlar çox vaxt çiməndən sonra yemək yemək istəyirlər. Ona görə də bu qədər yemək götürdük. Gəldiyimiz gün bazar günü idi. Hava küləkli idi, amma buna baxmayaraq çox isti, lakin biz yenə də gəlməyə qərarı verdik. Çünki başqa günlər bizdə alınmır. Dənizdən çıxandan sonra isti çay içməyin yeri başqadır. Dəniz kənarında içilən çayın dadı həmişə başqa cür olur. Bilmirəm siz necə düşünürsünüz, amma mən çox xoşlayıram dəniz qırağında oturub çay içmək. Əsasən samavar çayı. Bu dəfə samavar yox idi deyə termosda götürdük. Gəlinimiz də çay üçün çox dadlı bir piroq pişirmişdi. Mən çayla tək onu içirdim. Çox dadlı idi. Bir sözlə çimərlikdə çox qalmadıq, amma yenə də yaxşıca qaraldıq, hətta daha çox qızardıq. Mən ümumiyyətlə dərhal qaralanlardan deyiləm, əvvəlcə qızarıram, sonra qaralıram, eyni ilə anam kimi. Ona görə də bir neçə gün qıpqırmızı gəzdim. Çox ağrıtmırdı, çünki birinci dəfə deyildi. Birinci dəfə olanda adətən ağrıyır dəri. Amma bu dəfə ağrı olmadı. Evə qayıdandan sonra isə mənim maraqlı bir mənzərə gözləyirdi. Pişiklərindən biri rıjıq qusmuşdu, tüklə qusmuşdu. Çünki yaydı. Kimdə pişik var bilir ki, yayda tükləri tez-tez tökülür, istidir deyə. Mən də qərara gəldim ki, onları daramalıyam və boz pişikdən başladım. Əslində hər iki pişiyim daranmağı çox sevir, amma rıjıqlə biraz çətindir. O qarnını daramağa imkan vermir, xoşuna gəlmir, hətta əlini sığallamağa da qoymur qarın olan tərəfi. Boz pişiyim isə əksinə, hətta videoda gördüyünüz kimi o üzünün daranmasına xüsusilə çox sevir. Rıjıq. Rıjıq. Və yəqin ki gördünüz ki Rıjıq çox xoşdur danışmağa. O həmişə nəsə səs çıxardır və hətta elə bilirəm ki mənə cavab verir. Görürsünüz hələ orada da var. İndi polis oslayacağım oranı. Və mən burada yatağımı yığışdırarkən düşündüm ki, mən artıq düz bir aydır bu kanalı aparıram. Sizə günlərimi göstərirəm, amma əslində özüm haqqında hələ ki heç nə danışmamışam. Kanalımın adını öz adımdan və vlog sözündən götürmüşəm. Bəs ümumiyyətlə soruşarsınız, niyə vlog çəkməyə qərar verdim? Çünki mənim buna xalam motivasiya edib. Bu videoları çəkir, çox vaxt vlog çəkir. Ona görə mən də motivasiya olub başladım videolar çəkməyə. Əsasən evdə olmağı sevirəm, yəni əsl ev adamıyam. Amma gəzməyə və ya harasa getməyə də yox demərəm.
Əksinə həvəslə çıxıb gəzərəm. Evdə oturanda əsasən nəsə toxumağı xoşlayıram. Necə deyirlər, əsl nənə kimi. Bəli, mən toxumağı çox sevirəm və mənim əslində çantalarım kolleksiyası var. Əgər maraqlıdırsa, gələn videolarda göstərə bilərəm. Və mənim vloqlarımdan artıq görmüsünüz ki, mən təmizliyi çox sevirəm. Bilmirəm, bəlkə də bu mənim bürcümlə bağlıdır. Çoxları bunu məhz bürcümlə əlaqələndirir. Necə fikirləşirsiniz? Mənim bürcüm hansıdır? Mütləq şərhlərdə yazın, oxuyacağam. Qızlar, indi göstərmək istəyirəm ki, Fabilikdə nə zakaz eləmişik. Həmişə xalaya deyirəm, nəsə istəyəndə o özü üçün də, həm də bizim üçün zakaz eləyir. Bu dəfə 3 dənə şampun zakaz elədik. 2 dənə bal ilə. Bir dənə də bundan. Sonra gidrofil yağ zakaz elədim. Üz yuma üçün. Sonra bir dənə də tuş. Bu tuş mənim çox xoşuma gəlir. Çox yaxşı uzadır demək olar kiprikləri. Ona görə bunu istifadə edirəm. Mən tez bazar polları da sildim və oturdum makyaj etməyə. Çünki xalamgilə gedirəm. Fikirləşdim ki, nə qədər evdə oturmaq olar. Bayaq sizə deyirəm, evdə çox sevirəm oturmağı. İndi isə çıxıram gəzməyə. Hərdən lazımdır gəzməyə. Çünki bütün gün yaydı özdə. Bütün gün evdə oturmaqla iş getmir. Bu arada mən ilk dəfədir ki, kamerada makyaj edirəm. Bilmirəm, bəyəndiniz ya yox, amma məncə pis alınmadı. Bu makyajı mən artıq iPhone-a çəkdim. Bilmirəm, siz fərqini hiss etdinizmi? Çünki bundan əvvəl mən iPhone ilə çəkmirdim. Keçə indi makyajıma. Dərim çox pis dənizdə yanıb. Hətta üst dəri soyulub. Ona görə də heç tonal krem vurmadım. Çünki o halda pis görünərdi. Sadəcə üzümə nəmləndirici krem çəkdim. Altından da göz altına Kiko konsiler istifadə etdim. Qaşlarımı da göstərdiyim gellə səliqəyə saldım. Əslində bu gel saç üçündür, amma mənə fərqi yoxdur. O qaş üçün, saç üçün eynidir. Nə mənası var ona o qədər pul verməyə mən bilmirəm. Bu gel mənə 1 ildən çox bəs eləyir. Həm qaşları, həm saçları, buruqları mən bu gellə də istifadə edirəm. Kombo üçün Miss Thais istifadə edirəm. 787. Bu da lip gloss Essence'ın. Все. Мяу. Мимель, куда идем? Парк. Да. А на Макдональдс не хочу. Не хочешь? Нет, не хочу. И мне не нравится Макдональдсы. Emil deyir ki, McDonald's-a getmək istəmirəm. Halbuki bundan əvvəl razılaşmışdıq ki, gedirik. Amma axırda razı saldıq, oturdu, iştahla yeməyini yedi və biraz da gəzdik. Mimel, давай кушай. Скажи, qızlar, nə zakaz eləmişik? Emil, давай. Кислар. Ага. Заказы эти. Нет, как называется? Скажи, мы заказали бургер. Бургер заказ eləmişik. Мы заказ бургер. Бургер, hə. Картошка фри. Ага, кушай, возьми, съешь. Ага. Еще видите, кетчуп. Ага. Все есть. Ну, Да. они горячие. Горячий, да. Видите, это холодное, это холодное, это холодное. Да, да, правильно. Молодец. Все. Все холодные, Да, все. Кушай, Эмиль. Пока. Пока. Эмиль, ты что делаешь? Это сок какой-то холодный. Я обожаю горячий сок. Да когда это? Больше так не делай. Стойка. Я же не люблю горячий сок. Господи, я запутался. Простите с обращением. Бери из своего. Это мое. Не, это твоя. Это твоя.
Bu bizi öldürəcək. Bilirəm, məndən mukbanger çıxmaz, amma nə var odur. Emilçikə set zakaz eləmişdi burgerlə, amma burger yemədim, özüm yedim. Və fikirləşdim ki, burger yeməsə nuggets yer, nuggets də yemədim. Kamillə bir yerdə yedik. Sadəcə kartof fri və sokunu içdi və salam, onunla da doydu. Марина, включила камеру. Na. Я поэтому не подумал. А что она? Сверкает. Посмотри, как я могу. Sonra isə anamla getdik, biraz mağazaları gəzdik. Çünki axşam restorana gedəcəyik, ona görə sadə bir geyim axtarırdıq. Mağazada çox qəşəng şalvarlar və ətəklər vardı kətandan. Anam seçdi və axırda iki paltar arasında qaldı. Ağ və qəhvəyi rəngdə olan kətan don. Ağ olan ona biraz böyük gəldi, ona görə də qəhvəyini seçdim. Və cəmi 80 manata məncə bu qiymətə çox əladır. Xüsusən də kətan olduğunu nəzərə alsaq. Və yaxşısı odur ki, bu paltarı həm gündəlik də geymək olar. Bugünkü vloqumuz da yekunlaşdı. Mütləq şərhlərdə yazın görək hansı format videoları daha çox xoşlayırsınız. Təmizlik, yoxsa alış-veriş və belə gəzintilər. Əgər videonu bəyəndinizsə abunə olmağı və like qoymağı unutmayın. Sağ olun.